Demek bugün ayın 8'i aprel 2025-ci ildir. Sələn rayon Arbatan kəndi. Bu kanallar hamısı tutulmuşdu. Bizim yeni belediye ilə belə deyək ki, gözəl münasibət yaranıb. Allah canını sağ eləsin. O da başlayıb burada işlər gördürməyə. Dünənləri dediyim kimi Quliyev, Vidadi, Nadiroğlu gəlib belediye müraciət elədi. Hələ mən də orada iştirak eləmişəm. Dünən tapşırıq verilmişdi, lakin çatdıra bilməyiblər. Bugün bu qazıntı işlərin onlar neynir görürlər. Baxın, qazıntı işləri gedir burada. Hələ Quliyev, Vidadinin evi irəlilədir. Buradan oraya kadar bu su kanalları tutulmuştu. Bunların hamısını bizim belediyemiz qazdırır. Allah canını sağ eləsin. İşlər belə devam eləsə, Arbatan kəndində qarşımıza məqsəd qoymuşuz ki, Sələn rayon Arbatan kəndi zibildən təmizlənsin. Müəyyən qədər insanlar ağacdan zaten yol qıraqlarını əksinlər, qoyub kəndimiz gözəlləşsin. Kendimiz gözəlləşsin. Bu da hem bizim devletimizin adıdır, hem xalqın işləri düzəlir, hem de belediyenin gördüğü işler göz qabağındadır. İndi yəqin biz de bir ağsaqqal olarak, necə deyərlər, bir kəndin bir sakin olarak, bir könüllü ictimai nəzarətçi olarak mən də öz tövbəm verirəm. Çalışıram ki, ondan güzel münasibət quraq. Bir ağsaqqal kimi özü bizə fikirlərimizi bildirək. Onlar da bax Allah canlarını sağ eləsin. Bu işləri görürlər. Sən nə deyirsən? Ne var ne? Dünən gələnməyib deyəsən bu. Dünən gəlmişdi Vidadora. Sağ ol qardaşım. Dərin qazır yaxşıdır. Rəizəm. Allah köməyin olsun. Bu da bizim Hüseyin müəllimdir, ağsaqqal. Onun iştirakı ilə görürsünüz, bugün bura qazılır. Var ol, var ol. Abidə dayandılar. Allah biraz da çalış, biraz da ne kadar qıraqlan geniş götürdür. Dərin götürdür. Çünkü Allah köməyin olsun. O torpaq nasıl təmizlənəcək də, quruyacaq gedəcək də, hansı tek kanalizasyon olsun da. Sağ olsun hep belediye işləyir, bax indi dünənlərdə neçə gündür mənə deyir ki, Kemal kətdə görə nə qədər işlər gördürəcəm. Yani bildiğimiz kimi bu belediye işləyir və bu da Suvarma Sistemləri İdarəsinin traktorudur. Buradan da qazılacaq hələ bu tərəfə qədər. Allah can sağlığı versin, kimin burada nə əməyi var. Hörmətlə Həsənov Kemal Məmmədoğlu, Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət İctimai Birliyi, Sələn Regional Könüllü İctimai Nəzarət Təşkilatı.